Salam dostlar. Deməli, bu dərsimizdə artıq bir web layihəsinin sıfırdan sona qədər yazılması üçün yazılmasının ilk dərsidir. Burada mən belə bir nümunə götürmüşəm, layihə nümunəsi götürmüşəm və bunun üzərində başlayacağıq işləməyə. Və indi bir layihəyə başlamadan əvvəl biz bu vaxta kimi öyrəndiyimiz teorik məsələləri artıq tətbiqini bu layihə üzərində eləməyə başlayacaq. Deməli, indi birinci layihəyə başlamadan əvvəl layihəni bizim analiz eləməyimiz lazımdır. Bizim layihəmizdə, mənim seçdiyim layihədə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 bölmə var. 11 bölmə var. Yəni və bu bölmələr üzərində biz başlayacağıq işləməyə və hər layihənin hissəsini yazdıqca biz görəcəyik ki, necə deyirlər, bir CSS layihəsində bəzi optimallaşdırmalar eləyəcək. Hər sectionu yazdıqca, hər hissəni yazdıqca müəyyən optimallaşdırmalar eləyəcək. Bunlar da zamanla siz özünüz də görəcəksiniz ki, bizim əsas məqsədimiz bu layihəni yazmaqda. Mən sonraki layihələrini, bu sizin ilk layihənizdir. Çox səhvlər çıxacaq, çox problemlər çıxacaq. Çox uzun kod yazmış olacaqsınız. Bu çox təbii bir haldır. Buradakı bu layihənin yazılmasındakı əsas məqsəd odur ki, siz bir CSS layihə, bir web layihəsini sıfırdan sona qədər yazdığınız zaman ortaya nə kimi problemlər çıxa bilər? Sonraki yazacağınız layihələrdə nələrə diqqət eləməlisiniz? Yəni ki, hansı strategiyalara diqqət eləməlisiniz? Bunların test drive-ını eləyəcəyik biz. Və ona görə də mən çox vaxt itirmədən başlamaq istəyirəm layihəmin hissəsinə. Bugünkü hədəfim bu hissənin kodlarını yazmaqdır. Bu hissənin kodlarını yazmaqdır və görək burada biz necə iş görə biləcəyik. İndi bunu analiz eləmək üçün mən öncədən bir-iki dənə şəkillər istifadə edəcəyim şəkilləri bura qoymuşam və layoutum buradadır. Bu vaxta kimi hazırladım, çünki bunu mən istifadə edəcəm. Column sistemindən istifadə edəcəm. Ondan sonra birinci setuplarımızı eləyək. Hansı şeyləri qoşacaq, layihələri qoşacaq, nələrdən istifadə edəcək, onları hazırlayaq, qoyaq. Deməli, gəlirəm bura, link, CSS, layoutu birinci qoşdum. Ondan sonra link, CSS, style, CSS-i qoşdum. Və ondan sonra mənə nə lazım olacaq? Burada istifadə olunan fontlar mənə lazım olacaq. Bir baxın, bu hansı fontdan istifadə edib. Və onu Google Fonts'dan tapım. Font Family. Font Family Open Sans'dır. Open Sans. Gedək Google şeydən tapaq. Google Fonts'dan. Bu bizim fontumuzu tapaq. Ondan sonra Open Sans diye bir font. Bu Open Sans'dır. Bu var. Birinci bunu remove edəyək. Burada bunların hamısını götürürəm ki, sonradan istifadə edə bilim. Medium, semi-bold, ondan sonra bold, extra bold diye bunları götürdüm. Ondan sonra təxmin edirəm ki, buradakı bu şeydə, bunun da font familyası Open Sans'dır və s. və s. Yəni, mənim buradakı bu layihədə istifadə edəcəyim font budur. Dolayısıyla mən bunun linkini götürürəm buradan, yerləşdirirəm bura. Yəni, çünki bu istifadə edəcəyim fontdur. Ondan sonra bir dənə də font əfsanı qoşacam. Çünki linklərdən götürüb istifadə edə bilərəm. Linklərdən götürüb istifadə edə bilərəm buradan. Gəldik bura. Bunu kopyaladıq və bunu da buradan istifadə edirik. Bu ilkin layihəyə başlamadan əvvəl mənim ehtiyac duyacağım şeylərdəndir, fontlardandır və ondan sonra artıq layihəmin startını verə bilərəm. İndi gəlirəm burada
bu layihənin hissələrini fikirləşirəm. Deməli, burada birinci bu hissəyə diqqət eləsəz, bu bütün səhifəni tutan bir hissədir. Baxın, bütün səhifəni, yəni ki, mənim ekranda gördüyüm tərəfi tutan bir hissədir və mən bunun iş necə planlamasını edəcəm. Birinci bu section'ımı təyin edəcəm. Burada arxa fon var, ondan sonra arxa fon şəkli yerləşdirəcəm və ondan sonra onun üzərinə fikir verirsinizsə, şəklin üzərinə sanki bir dənə qara əlavə ediblər, görüntü əlavə ediblər. Onu əlavə edəcəm, onları qoyacaq. Sonradan da bu hissələri başlayacaq yavaş-yavaş hazırlamağa. Dolayısıyla gəlirəm mən bura. Section adı qoyuram, section deyirəm buna, home section qoyuram və başlayıram bunun üzərində işləməyə. Və mən bunun içərisində hər hansı birinci işə başlamadan, deməli, layoutda heç bir kod yazmıram hələ, gəlirəm bu hissəyə. Deyirəm, burada birinci, deyirəm ki, home section, styles deyə yazıram. Burada eyni şəkildə sonradan başlayacağım kommentlərimi yazmağa. Deyirəm ki, home section start və burada da home section end. Bunu yazdım. Yəni, bunu komment olaraq mən qeyd edirəm ki, kodlarımın harada yazıldığını görə bilim. İndi birinci burada gəlirəm section'ıma, deyirəm ki, home və burada birinci görəcəyim iş nə olmalıdır? Deməli, birinci görəcəyim iş bu section'ın stabil hündürlüyü var. Amma bu stabil hündürlük necədir? Mənim bütün ekranımın hündürlüyünü tutur. Bütün ekranın hündürlüyünü tutur. Bu da bunu da eləmək üçün 100% işləmək burada işə yaramır. Niyə? Çünki 100% verəndə, hündürlükdə 100% verəndə o bilməyəcək ki, haranın 100%'ni götürsün. Amma mənə lazımdır ki, bu section mənim ekranda gördüyüm, yəni mənim browserumun ekranının nə qədərsə onu tutsun. Bunu da eləmək üçün mən belə bir kod yazacağım bura. Width 100W və height 100WH. Bunlar nə deməkdir? VW. Bunlar ekranın o andakı genişliyini götürür. Sizin ekranınızın genişliyini götürür, onu tətbiq edir. 100VH da eyni şəkildə ekranın o andakı hündürlüyünü götürür, onu tətbiq edir. Hətta bunu buradan görə bilərsiniz. Red versək, gedək bunu bir dənə açaq. Baxın, bu artıq mənim bütün ekranımı bu şəkildə tutur. Amma burada diqqət edirsinizsə, mən bunu bu şəkildə yazanda burada boşluqlar yaranır. Bu boşluqların yaranmasının səbəbini də araşdıraq baxaq görək. Niyə bu boşluqlar yaranır? Hardan yaranır bu boşluqlar? Bunu analiz eləmək üçün gəlirəm bura. Bunun üzərində baxıram ki, başqa nəsə element varmı? Hər hansı bir buna maneçilik törədən hər hansı bir element varmı? Dolayısıyla mən bunu gəlirəm bu home'un üzərinə gələndə burada border var. Bunun qıraq məsafələrinin buna təsir eləməməsi üçün biz nədən istifadə edirdik? Box sizing, border box. Yəni ki, buna veriləcək paddinglər, marjinlər, paddinglər və borderlar bunun genişlənməsinə səbəb verməsin. Bunu bu şəkildə yerləşdirdik gördüyünüz kimi. Baxın, artıq hər hansı bir problemim yoxdur. İndi gələk buna bir arxa fon verək sürətlə. Background image verək. Deyək ki, URL. Və burada da deyirəm ki, .. images. Burada mən hansından istifadə edəcəm? Bundan. Restaurant BG-dən istifadə edəcəm. /restaurant slider BG-dən istifadə edəcəm. Bunu bu şəkildə yerləşdirdim. Bu gəldi bura. İndi hal-hazırki görüntüdə sanki hər şey yerindəymiş kimi görünür. Amma bunu sabitləmək üçün biz nədən istifadə edəcəyik? Deməli, gələcək bura background repeat. No repeat. Ondan sonra background position. Center ortaya gətirəcəm.
Ondan sonra background size color yazacağım. Bu artıq mənim o arxa fonum üçün olan şəkli tam olaraq buraya yerləşdirir. Və ondan sonra artıq bu şeyi necə deyirəm, borderi götürə bilərik. Bunu yerləşdirdik belə bir arxa fonla şəklimiz var. Amma indi burada belə bir şey var ki, diqqət edin, sanki bu şəklin üstündə orijinalda nə var? Bir şəffaf bir görüntü var mənim şeyimin üzərində, backgroundumun üzərində. Bunu eləmək üçün də biz nədən istifadə edəcəyik? Bunun iki yolla eləyə bilərik. Əlavə bir div açıb position-a onu tənzimləyə bilərik. Və ya bizim istifadə edədiyimiz pseudo elementlər var idi, after, before. Biz onlardan istifadə edəcəyik. Gələcək bura. Deyəcəyik ki, home, after. İndi bu nə olmalıdır? O after, before nə işə yarayırdı? Əlavə element kimi istifadə edirdik onu, düzdürmü? Ona görə mən gəlirəm, deyəcəm ki, buna. Gələcəm contentə, deyəcəm ki, buna deyəcəm ki, position relative. Yəni, position relative deyirəm ki, ona nəzərən, home-a nəzərən bunu tənzimləyə bilib. Ondan sonra gəlirəm, bunun üzərinə hər hansı bir, deməli, buna position absolute verirəm. Top 0, left 0 və genişlik 100%. Bu nəyin 100%-ni götürəcək? Mənim home sectionumun 100%-ni götürəcək. Ondan sonra height 100%, bunu götürəcək. Ondan sonra background color yerləşdirirəm və bunu da LGBA ilə eləyirəm. LGBA nə idi? Bu sonuncu bu element şəffaflıq verirdi. Diqqət edirsinizsə, gəlir bura, baxın. İndi belə bir şəffaflıq verdi. İndi bunu da mən artırıb azalda bilərəm. Bunu da hardan eləyə bilərsiniz? Gəldiniz bura, home. Və bunu açanda burada after xüsusiyyəti var. Diqqət edin. Baxın, mən bunu buradakini artıraraq, bu şəffaflığı, rəngin şəffaflığını artıraraq istədiyim nəticəni əldə edə bilərəm. Baxın, burada 7 olaraq mən bunu qoya bilərəm bu şəkildə. Gəldim 7 olaraq qoyum. 7 olaraq yerləşdirim buna. Və bunu yerləşdirdiyi bu şəkildə hər hansı bir problemim yoxdur. Baxın, ilkin görüntümü əldə elədim. Yəni ki, arxa fon görüntümü əldə elədim və s. və s. İndi gedirik növbəti etapa. Növbəti etapa gedəndə necə iş görmək lazımdır? Baxın, burada mən nə iş görəcəm? Buranı eləməliyəm. Ondan sonra buranı eləməliyəm. Burada iki hissəyə bölünür. Baxın, bir. Baxın, belə hissələrə bölək. Onları da hissə edək. Buranı yerləşdirək. Baxın, buranı yerləşdirdik. Ondan sonra buranı da ayrıcana eləyəcək. Yerləşdirəcək. Belə. İndi gedirəm birinci buranı yerləşdirməyə. Gəlirəm bunun içərisinə və başlayıram bura. Deyirəm ki, home nav var. Home nav var deyə ad verirəm buna. Və bunun içərisində mənim istifadə edəcəyim nə var? Home nav varın içərisində gəlirəm, deyirəm ki, mən burada yerləşdirməliyəm nə? Baxın, bu ortada olmalıdır. Birinci home nav vara deyirəm ki, home nav var. Birinci home nav varı görüntüləyə bilmək üçün, baxın, yuxarıdan aşağıdan home nav varda, burada, deməli, altdan bir dənə xətti var bunun, home nav varı və yuxarıdan aşağıdan boşluqları var. Yəni, paddingi var. Dolayısıyla gəlirəm bura. Gəlirəm, deyirəm ki, home nav var. Home nav vara gəlirəm. Deyirəm ki, padding verim. Yuxarıdan aşağıdan 40 piksel padding verim. 0 piksel. Və ondan sonra border bottom verim buna. Border bottom verim. Desin ki, 1 piksel solid gray deyə verək. Bu şəkildə verdik. Baxaq. Bu mənim üçün belə bir görürsünüz ki, border yaradır. Bunu da light gray eləyək. Light gray. Belə bir görüntüm var. Bu şəkildə bir görüntüm var və indi bunun içərisindəkilərini mənim reallaşdırmağım lazım.
Bunu yerləşdirdik. Ondan sonra gəlirəm CSS-ə, HTML-ə pardon. Gəlirəm burada mənim konteyner klassım var. Onun içərisində row klassım var və onun içərisində hələ ki bu row klassını yerləşdirim. Pardon. Row klassı row container div.container bunu qoyduq. Bunun içərisində bir dənə row müəyyən edirik və indi mən buranı sütunlara bölməliyəm. Sütunlara böləndə də necə böləcəm? Buranı 3 eləyə bilərəm, buranı 9 eləyə bilərəm. Fərqi yoxdur. Və ya buranı elə bir 2 eləyə bilərəm, buranı 10 eləyə bilərəm. Bunun üçün gəlirəm bura, deyirəm ki, call 2, pardon. Gəlirəm call 2, üstə gəl call 10. Bunu da bölüşdürdük. Düzdürmü? Və bunu elədikdən sonra, bunların içərisində də başlayacağım, deyəcəm ki, home navbar brand. Yəni, nə üçün? Mən bunu yerləşdirəcəm, nə üçün eləyəcəm bunu? O şəklimi yerləşdirə bilmək üçün. Bunlar niyə bu düzəlmədi? Bir cürə baxaq. Bunu belə göndərək qabağa. Bu şəkildə mən bunu qoydum. Ondan sonra dedim ki, burada dedim ki, home navbar nav deyə bir class qoydum bunun içərisində. Və indi gəlirəm bunun içərisində nəyim var mənim? Şəklim olacaq. Şəklim olacaq və o şəklə klik eləyəndə getməlidir hansısa səhifəyə. Gəlirəm bura, deyirəm ki, mənim logom hardadır? Buradadır. Deyirəm ki, buna klik eləyəndə images, bunun seriyası olsun bu. Bunu qoyduq ki, buna klik eləyəndə index.html-ə getsin. Bu belə bir görüntü verəcək mənə. Baxın, belə bir görüntü verir. Diqqət edirsinizsə, bu harda qaldı? Diqqət edin, şeyin altında qaldı. O şəffaflığın altında qaldı. Bunu həll eləmək üçün də nə edirik biz? Baxın, home navbar navdır. Düzdürmü bu? Home navbar nav. Gəlirəm mən bura. Home nav. Bunun altda qalmasının səbəbi odur ki, position'da z-index problemi var. Buna deyirəm ki, position relative və deyirəm ki, z-index, buna deyirəm ki, 2. Z-index 2 dediyim zaman bu baxın üstə çıxmış oldu. Yəni ki, onun altında yox, onun üstündə yerləşmiş oldu. Bunun paddingi biraz çoxdur. Onu biraz azaldaq. Padding 30 olsun. Və ondan sonra buna da gray verək. Oradakı görüntü ilə eyni olsun. Belə bir görüntüm olsun. Hətta bunun rəngini buradan orijinal rəngini də götürək. Bunun rəngini götürək, border bottom ki, layihədən olduğu kimi olsun. Border bottom. Bunu qoyduq bu şəkildə. Baxın, belə bir görüntüm yaranmış oldu burada. Logom buradadır. İndi mən bunun içərisində şeyləri yerləşdirəcəm. Gələcəm, bu menüləri yerləşdir. Bu menüləri yerləşdirmək üçün də mən istifadə edəcəm təbii ki, nədən? UL və L-lərdən. UL və L-lərdən istifadə edəcəm. Gələcəm bunun içərisinə. Bunun içərisinə deyəcəm ki, UL içərisində L neçə dənə? Bir dənə baxacaq buradan neçə dənə? 1, 2, 3, 4, 5, 6, 7 dənə. 7 dənə. Və hər birinin içərisində A olacaq. Yəni, biz navigationu belə eləmiş olacaq. Və mən bunun içərisində bir dənə də hələ ki home yazım. Sonrasına da baxacaq. Bu şəkildə mən bunu yazdım. Sonradan dəyişdirəcək bunların içlərini.
yazılarını dəyişdirək. Nə var? About us services. Mən birəbir eynisini eləməyə çalışıram. About us. Ondan sonra services yazdım. Sonra portfolio. Team ve team block contact ve burada bir dənə nə var mənim? Start project diye, onun durumu birlərdən fərqlidir. Start project diye yazdım bunu. Bu şəkildə mənim görüntüm var, amma diqqət edirsə belədir. İndi mənim bunu formalaşdırmağım lazımdır. Bunu formalaşdırmaq üçün mən nədən istifadə edəcəm? Təbii ki, gələcəm, birinci bunu seçməyim lazımdır. Yəni ki, gələcəm bura, deyəcəm ki, home nav var nav. Home nav var navın içərisindəki ule. İndi mən bunları yan-yana düzməliyəm. Təbii ki, mən burada nədən istifadə edəcəm? Flexdən istifadə edəcəm. Deyəcəm ki, display flex elementləri, liləri yan-yana düzmək üçün bu şəkildə gətirdim. Bunlar yan-yana düzüldü. Diqqət edirsinizsə. Ondan sonra baxın, burada yazıların rəngləri və s. var. İndi buna mən indi deyə bilərsiniz, burada düşünə bilərsiniz ki, mən görəsən nəyi seçib ona forma verməliyəm ki, bunu həll edə bilim. Bunun üçün mən diqqət eləməlisiniz ki, bu nədir? A-dır. Yəni A təqidir. Dolayısıyla mən nə etməliyəm? Gəlməliyəm buna. Uli A. Yəni bunu bir dəfəlik seçməliyəm ki, color white-dır. Color white. Baxın. Bunu A-cəyini seçdik. Ondan sonra altdan xətt var. Text decoration'dır bu. None deyəcək, yəni ki, xətt olmasın. Xəttə getdi. Ondan sonra bunlar harda olmalıdır? Sağda olmalıdır. İndi mən burada bunların elementləri sağa çəkmək üçün təbii olaraq deyəcəm ki, baxın, justify content flex end. Flex endlə mən bu elementləri sağa çəkdim. İndi yavaş-yavaş bunu formalaşdırmağımız lazımdır. Necə? Burada baxırıq ki, bunlar böyük hərfdir. Dəyişdirək, böyük hərf eləyək. Deyək ki, text transform uppercase olsun. Uppercase elədik. Ondan sonra font size deyəcək. Font size və mən burada artıq bir dənə YM ilə işləyəcəm və burada deyəcəm ki, font size 12 piksel olsun, standart 12 piksel və burada deyəcəm ki, 1 YM. Baxın, ölçü olaraq 1 YM deyirəm və bu xeyli balaca oldu. Bunu biraz daha böyütmək lazımdır. Və bunun şeyini seçmək lazım. Font familiesini seçmək lazımdır. Deyirəm ki, font family seçirəm. Mənim şeydə font family nə idi? Google fontdan götürsək. Baxın, bu mənim font family idi. Bunu font family bunu götürsək. Bunu bu şəkildə yerləşdirə bilərik. Yerləşdirdik, font familini bu şəkildə verdik və belə bir görüntüm yarandı. Və indi mən bunların ara məsafələrini açmalıyam. Gələcəm, bura deyəcəm ki, padding, bunların arasında sağdan soldan padding verəcəm. 0 piksel, deyəcəm ki, 20 piksel ara məsafəsi olsun. Margin də verə bilərdik, amma mən paddinglə işlədim. Bunu bu şəkildə verdik. Və indi burada diqqət edirsinizsə, nə problemimiz var bizim? Normalda layihədə bunlar simmetrik olaraq ortadadır. Amma bizdə
linklər yuxarıdadır. Bunun səbəbini araşdırmaq üçün mən bunu Flex-lə həll edə bilərəm. Amma mən bunu araşdıracağam ki, onu ortaya gətirmək üçün mən necə işləyəcəm. Baxın, Home Navbar-a gəldi. Diqqət edin. Home Navbar-ın içərisində UL var, container var, nə bilim, row var, call var. Ondan sonra bunun içərisində belə bir Home Navbar nav var. Baxın. Və burada diqqət edirsinizsə, Home Navbar navın içərisində bir UL var və bu kolun içərisində əgər mən bunu ortaya gətirə bilsəm, yuxarıdan ortaya gətirə bilsəm, mənim problemim həll olunmuş olacaq. Baxın, deməli bu element Flex məntiqinə əsasən baxsaq, mənim bu elementim, diqqət edin, mənim navbarım hardadır? Burada, yuxarıya yapışıb. Mən nə istəyirəm? Bu gəlsin, ortada dayansın, burada dayansın, düzdürmü? Bunun üçün də mən Flex'in Align Item Center'indən istifadə edəcəm. Mən bu Align Item Center'a hara verməliyəm? Call on'a verməliyəm, diqqət edirsinizsə. Call on. Okay? Amma mən call on klasına bu xüsusiyyəti verə bilmərəm. Niyə? Çünki o mənim üçün ayrıca hazırlanmış bir klassdır. Yəni bu xüsusiyyəti də ona əlavə edə bilmərəm. Bunun üçün mən nə edəcəm? Gedəcəm xüsusi bir dənə burada Common CSS deyə bir CSS açacağam. Common CSS deyə. Hansı ki mənə əlavə lazım olacaq utility klassları mən buradan əlavə edəcəm bura. Gələcəm bunu da bura qoşacağam. Gələcəm bura deyəcəm ki link CSS Common deyəcəm və burada başlayacağım belə klasslar yaratmağa. Deyəcəm ki display flex. Ondan sonra mənə hal-hazırda nə lazımdır? Flex align items center. Belə bir klass yaradacağım. İndi gələcəm, mən bu klassları gəlib burada hansı nəyə tətbiq eləməliydim? Call ona. Gələcəm, deyəcəm ki flex align items center deyə buna klass verəcəm. Bu şəkildə. Verdim və diqqət edirsinizsə mənim elementlərim gəldi, bura düzəldi. Və indi mən bunu bir dənə sağa çəkməliyəm. Düzdürmü? Sağa çəkmək üçün də gəlirəm burada bir dənə klass yaradıram. Bu nədir? Justify content end. Bu da olsun. Ondan sonra bir dənə yazacağım justify content end deyə. Buna gələcəm, deyəcəm ki justify content bunun içərisində, amma bunu hara verəcəm? Baxın, gəlib bura justify content end versəm, baxın bunlar gəldi bu şəkildə, səliqəli şəkildə görün. Diqqət edirsinizsə, əgər istifadə öyrəndiyimiz texnologiyalar düzgün istifadə edəndə layihənin hazırlanmasında heç bir problem olmur. İndi gəlirik bugünkü dərsin son hissəsinə. Buranı mən həll eləməliyəm. O birilərdən fərqlidir. Baxın, o birilər. Bir dənə burada, bunlar biraz bolddur. Bold yox, məndə biraz nazikdir, amma burada biraz qalındır. Fontlara diqqət eləsəz, yazıların ölçüsünə. Və bunu da mən biraz qalınlaşdırmaq üçün hardan istifadə edəcəm? Diqqət edin, mən burada OpenSans'ın versiyalarını götürmüşdüm. Baxın, 300, 400, 500, 600 deyə. Gəlirəm bura. Deyirəm ki, font weight, deyirəm ki, məsələn, 600, 500 versəm, baxaq. Biraz qalınlaşdı. Bir dənə 600 verim bura. Bu şəkildə biraz tündləşdirdim. İndi ən son olaraq nə qalır? Buranı dəyişdirmək. Buranı dəyişdirmək üçün də mən nə edəcəm? Bunu birinci seçməyim lazımdır, düzdürmü? Seçməyim lazımdır. Bunu seçmək üçün də bu nədir? Mənim lilərimin, baxın, elementlərimə diqqət eləsəz burada. Bu nəyin içərisindədir? Fikir verin. Bu mənim Home Navbar navın UL-in içərisindəki ən sonuncu lidir bu. Dolayısıyla mən onu seçməliyəm. Gəlirəm bunu seçmək üçün də nə edəcəm? Deyəcəm ki bunun içərisindəki lilərdən last child sonuncu, last child'ın içərisindəki A nə olsun? Deyək ki background olsun, background color olsun nə?
Bu nədir? Bu rəngi götürək buradan. Background color götürək. Bircə dəqiqə. Bunun rəngi hardadır? Contact section'da buradır. Bir dənə bunun rəngini buradan tapaq. Renk background bu. Bunu götürdük. Yerləşdirdik bura. Bu şəkildə mən bunu verdim. İndi baxaq. Baxın, belə bir görüntü verdi. Ondan sonra artıq mən bunu formalaşdıra bilərəm. Nə deyə bilərəm? Deyirəm ki, buna padding verəcəm. Deyirəm ki, yuxarıdan belə, aşağıdan belə. Bu şey oldu. Buna görə 5 verək buna. Çox olmasın. Oradakı görüntünü əldə etmək üçün. Belə bir görüntüm var. Burada baxın. Belə bir görüntü. Bir dənə də rəngini dəyişdirəcək, eləyəcək black. Color'da olsun black. Bunu bu şəkildə yerləşdirdik. Diqqət edirsiniz. Artıq baxın o hissənin də bir dənə də qalır nə? Bunun burada diqqət edirsinizsə, bunun üstünə gələndə biraz rəngdə tündləşmə var. Diqqət edirsiniz. Onu da daha sonradan eləyə bilərik. İndi burada diqqət edin, biz layihəni hazırlayanda bu şəkildə istifadə etdiyimiz texnologiyaları belə tətbiq edəndə rahatlıqla biz davam eləyə bilirik. Layihənin gedişatına davam edə bilirik. İndi növbəti dərsdə bu hissəni həll edəcəyik. Bu hissəni həll edəcəyik. Onun bölməsinə gələk. Bu hissəni həll edəcək və ondan sonra da yavaş-yavaş növbəti etaplara davam edəcək. Belə, bugünlük bu qədər. Növbəti dərsdə görüşənə qədər.